Kassada çox pul saxlamaq niyə təhlükəlidir? Bəzi sahibkarlar düşünür, nə qədər çox pul kassada olsa, o qədər yaxşıdır. Amma bu, ən yayılmış maliyyə səhvlərindən biridir. Kassada çox pul saxlamaq niyə təhlükəlidir? Gəlin baxaq. Pul dəyərini itirir. İnflyasiya hər gün sənin kassandakı pulu azaldır. Bugün 10.000 manatla aldığın məhsulu bir neçə ay sonra bəlkə 10.500 manata da ala bilməyəcəksən. Yəni pul yerində dursa da dəyəri azalır. İtki və oğurluq riski. Nağd pul həm fiziki, həm də psixoloji risk yaradır. Yanlış sayım, oğurluq, qəfil yoxlama və ya sadəcə insan səhvi. Bunların hamısı kassada artıq pul olan bizneslərin real təhlükəsidir. Səmərəsiz kapital. Kassada boş qalan pul işləmir. Halbuki o pulu dövriyyəyə buraxmaq, malları artırmaq, marketinqə yönəltmək və ya borcu azaltmaqla şirkətə həqiqi gəlir gətirmək mümkündür. Maliyyə nəzarəti zəifləyir. Kassada artıq pul olanda çox vaxt sahibkar düşünür ki, hər şey qaydasındadır. Amma bu, maliyyə intizamını pozur. Pulun hər manatı məqsədli və planlı şəkildə xərclənməlidir. Kassada çox pul saxlamaq təhlükəsizlik deyil, riskdir. Pul orada yatmasın, işləsin, dövriyyədə olsun və sənə gəlir gətirsin.